Azərbaycanda uşaqdan böyüyə hər kəs sevir onu. Onun adı çəkiləndə estetika, uğurlu driblinglər, ötürmə keyfiyyəti, yüksək fiziki hazırlıq və sair kimi şeylər yada düşür. Bəs boy olması, gec yorulması, dəqiq ötürmələri və zədliyi bizə əslində Luka Modric xatırladır desək, heç də yalan olmazdı. Artıq dediyim sözlərdən anlayırsınız ki, söhbət Qarabağın 8 nömrəsi Marko Yankoviçdən gedir. Xüsusilə son mövsümündə göstərdiyi performans həqiqətən də inanılmaz idi. Sol ayağından o qədər gözəl istifadə edirdi ki, buna kitab yazsan, şeir, qəzəl yazsan belə az olar. Bəli, bu videoda sizlərə Azərbaycan futboluna maraq və gözəllik qatan Marko Yankoviç haqqında danışacağam. Elə isə götürün bir stəkan çay, keçin ekran başına. Maraqlı söhbət var. Bu arada kanalımıza keçid edərək Azərbaycan və dünya futbolu haqqında hazırladığım digər videolara da göz ata bilərsiniz. Kanal yaranan gündən etibarən Azərbaycanda gənclərin futbola daha çox maraq qatması üçün əlimdən gələni edirəm və dedirəm ki, çəkdiyim əziyyəti düzgün qiymətləndirib, ən azından videoları bəyənib, kanala da abunə olacaqsınız. Unutmayın, göstərdiyiniz ən kiçik dəstək belə mənə böyük bir motivasiya verir. Sizdən tək istədiyim kiçik bir dəstəkdir sadəcə. Marko Yankoviç 9 iyul 1995-ci ildə Montenegro Respublikası Cetinje şəhərində dünyaya göz açıb. Yankoviçə əvvəldən tanıyanlar deyir ki, uşaq ikən heç də futbolu sevmir, nə oynayır, nə də izləyirdi. Sinif yoldaşlarından olan Milşenkoviç o zaman futbol məktəbinə yazılır və Yankoviçin də hekayəsi məhz buradan başlayır. Lovçen klubunda futbola aid olan bütün sirləri öyrənən Yankoviç 14 yaşına çatarkən, yəni 2007-ci ildə Partizan klubuna transfer olunur. Bu böyük tarixə sahib olan klubun futbolçusu olmaq həqiqətən də Yankoviç üçün böyük uğur idi. Zaman Partizan klubunun müxtəlif alt yaş qruplarında top qovan Marko Yankoviç 2012-ci ildə Telepoçik klubuna icarəyə göndərilir. Serb 1-ci liqasında debütünü isə məhz elə bu klubla eləyib. Bu klubda uğurlu çıxışı Yunanistan klubu Olympiakos rəsmilərinin diqqətini çəkir və Marko Yankoviçi pulsuz olaraq öz heyətinə cəlb eləyirlər. Bir il klubda daimi oynadıqdan sonra klubun rəsmiləri Yankoviçin təcrübəsinin yetərincə olmaması səbəbi ilə oyuncunu icarəyə göndərmək qərarına gəlirlər. İlk ilində Beograda icarəyə göndərilən Yankoviç daha sonra Maribor klubuna da icarəyə göndərilir. Burada da az da olsa top qavan Marko Yankoviçi ilk rəsmi klubu olan Partizan yenidən icarəyə götürmək istəyir. Lakin müqavilədə satın alma bəndi qeydə alınır. Yəni ki, əgər icarə əsnasında Yankoviçin oyunu onlara xoş gələrsə, bu bənddən istifadə edərək Yankoviçi öz futbolçuları elan edəcəkdilər. Belə də oldu. 2017-ci ilin yanvarın 1-də öz oyunu ilə göz oxşayan Yankoviç rəsmi olaraq yenidən Partizan futbolçusu olur. Artıq öz oyunu ilə göz oxşayan Yankoviçi top 5 liqadan olan Serie A klublarından Spal futbol klubu heyətinə qatmaq istəyir və transfer onlara 1 milyon 800 milyon avroya baha başı gəlir. Cəmi bir il bu klubda top qavan Yankoviçi bəyənməyib, ilk öncə Kraton klubuna icarəyə göndərib, daha sonra İsrail klubu olan Yerusalim klubuna pulsuz transfer edirlər. Marko Yankoviç isə bir il ərzində özünü yaxşı tərəfdən sübut eləyir və İsrail liqasının ən yaxşısı olan Maccabi Tel Aviv öz heyətinə cəlb etməyi bacarır. 6 ay ərzində öz oyunu ilə diqqətləri öz üzərinə çəkən Yankoviçə Azərbaycandan elçi düşür. Qarabağ futbol klubu yarım qalan heyətini sırf Yankoviçlə tamamlamaq istəyirdi. 2022-ci ilin iyulun 1-də artıq bütün mediada Yankoviçin Qarabağ futbolçusu olduğu barədə xəbərlər yayılır və klub tərəfindən də bu xəbər rəsmiyyətə qovuşur. Bəlkə də transfer olunan zaman bir çox insan Yankoviçin sıradan bir transfer olduğunu düşünürdü. Çünki karyerasına nəzər yetirdikdə bir klubda möhkəmlənə bilməyib və karyerasını ancaq icarələrdə keçirdən bir futbolçu profili görünürdü. Çox yox, düz 4 gün sonra Yankoviç Qarabağın heyətində ilk rəsmi oyununa çıxır. Özü Çempionlar Liqasının təslimat mərhələsində Lex klubuna qarşı.
İlk oyundaca Ağdam azarkeşlərini həyəcanlandırmışdı artıq. Onun oyun qurma potensialı, uğurlu dribling və ötürmələri Qarabağı lazımlı futbolçu olmağından xəbər verirdi. Yankoviç yaxşı bilirdi ki, onun başqa şansı yoxdur. Uşaqlıq arzusu olan Avropa həyəcanını da yalnız bu klubla yaşaya bilərdi. Ona görə də əlindən gələn hər şeyi edirdi ki, Qurban Qurbanov onun ən sevdiyi oyuncularından biri olsun. İlk öncə oyunlara az zaman alsa da, sonralardan göstərdiyi performans onu əsas heyət futbolçusuna çevirə bilir. Oynadığı oyunu ola bilər ki, bəziləri bəyənməyə bilər. Amma sözün həqiqi mənasında bu futbolçu Azərbaycan üçün çox peşəkar futbolçudur deyəcək qədər oyun göstərib. Marko Yankoviç bölgə və zonalara baxsaq, ən çox oyununu sağ winger və mərkəz yarım müdafiəçisi kimi keçirib. Belə ki, sağ winger olaraq 77 oyuna çıxan Yankoviç 23 assist edərək 7 qol vurmağı da bacarıb. Mərkəz yarım müdafiəçisi kimi isə 66 oyuna çıxan Yankoviç 10 assist və 6 qolla yadda qalıb. Statistika bizə göstərir ki, zaman-zaman digər zona və bölgələrdə oynayan Yankoviçin ən uğurlu mövqeyisi sağ winger olaraq qalır. Marko Yankoviç Partizan klubu ilə 101 oyuna çıxıb, 13 qol və 25 assist edərək 38 qolun vurulmasında birbaşa iştirak eləyib. İsrail klubu olan Yerusəlimdə isə 25 dəfə yaşıl meydanlara çıxan Yankoviç 2 qol və 1 assistlə yadda qalmağı bacarıb. Ən sonuncu klubu olan Qarabağda isə indiyədək 88 oyuna çıxıb, 7 qol və 11 assist edərək karyerasına davam edir. Ümid edirik ki, Qarabağ adına bu statistikadakı saylar bir xeyli artar. Ümumiyyətlə solaxay olan futbolçular daha çox ağıllı, cəld və dəqiq olması ilə seçilir. Bir kluba dəqiqliyi, dinamikliyi və ağıllı gətirən Marko Yankoviç Qurban Qurbanovun incə toxunuşlarından sonra həqiqətən də böyük oyuncuya çevrildi. O qədər böyük ki, boyunun bəsli olmasına baxmayaraq qəlbimizdə geniş yer tutur. Marko Yankoviç sadəcə bir futbolçu deyil, Azərbaycanlı azarkeşlərin qəlbinə yol tapan bir maestrodur demək olar ona. Yaxşı ki varsan Marko. Bura qədər izləyən hər bir izləyiciyə dərin təşəkkürlər. Öz fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Bu arada kanalımıza keçid edərək Azərbaycan və dünya futbolu haqqında hazırladığım digər videolara da göz ata bilərsiniz. Kanal yaranan gündən etibarən Azərbaycanda gənclərin futbola daha çox maraq qatması üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, çəkdiyim əziyyəti düzgün qiymətləndirib, ən azından videoları bəyənib, kanala da abunə olacaqsınız. Unutmayın, göstərdiyiniz ən kiçik dəstək belə mənə böyük bir motivasiya verir. Sizdən tək istədiyim kiçik bir dəstəkdir sadəcə.